Demek bugünkü dersimizde bakacağız neye? İktisadi siyasete ve müstemleke dövründeki iktisadi siyasete ve bir de halk isyanlarına. Demek ilk önce başlıyoruz iktisadi siyasete. İktisadi siyaseti belə deyək ki, Rusiya bura baxırdı ham mal mənbəyi kimi. Yəni müstəmləkəçi dövlət kimi idi Rusiya. Azərbaycan da onun müstəmləkəsi idi, Azərbaycan. Və Rusiya Azərbaycana ucuz xam mal mənbəyi kimi baxır, ucuz xam malı alır, aparır, son məhsulu hazırlayır öz sənayesində və hazır məhsulu gətirib baha qiymətə neyir? Satır. Bəli, ona görə ucuz xam mal mənbəyi kimi baxır və hazır məhsulu baha qiymətə satır. Ümumiyyətlə, Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra burada öz iqtisadi maraqlarını təmin etmək üçün bir sıra tədbirlər görməyə başlayır. Əsas tədbirlərindən biri o idi ki, köçüb gedən əhali bura yenidən geri qaytarır. Əsir götürmüş əhalini də geri qaytarır. Niyə? Məqsəd nədir? Məqsəd təbii ki, burada vergi verən əhalinin sayını artırmaq idi. Ona görə vergi verən əhalinin sayını artırmaq, həmçinin deyək ki, o verginin hesabına da ne yerdir? Deyək ki, komendantlar zəngin olur. Cənubi Qafqaz ölkələri Rusiya sənayesi və ticarəti üçün təbii ki, faydalı bir müstəmləkə idi. Cənubi Qafqazda olmuş ölkələr, həmçinin Gürcüstanda, Azərbaycanda və s. Çar hökuməti bu bölgəni Rus fabrikləri üçün xam mal bazasına çevirdi, sənaye malları üçün də satış bazarına çevirmişdi. Hətta çevirirdi. Və çarizm deyir ki, iqtisadi siyasətin mahiyyəti elə bunun üzərində qurulur. Bu hissəni bilir, ucuz almaq və baha qiymətə satmaq idi. Uşaqlar, baxın, Rus işğalı əhalinin sosial tərkibində də bir sıra dəyişikliyə səbəb olur. Məsələn, hakim zümrə içərisində bəylərdir, ağalardır, aparıcı rol oynamağa başladılar. Bəylər, ağalar, ali ruhanilər öz mövqelərini qoruyub saxlamışlar. Sonra çarizm neyir? Buradakı yerli zadəganları özünə yaxınlaşdırmaq üçün 1830-cu ildə fərman verir, 12 il fərman. Fərmanda nə deyir? Deyir ki, bəy və ağaların müsadirə olunmuş torpaqları, əvvəldən olan əllərindən alınmış torpaqlar, onlara geri qaytarılır müəyyən bir hissəsi. Amma onların idarə etmədə iştirakına icazə verilmir. Bəy və ağaların dövlət idarəçiliyində iştirakına məhdudiyyət qoyulur. Daha sonra biz baxacağıq ki, ruhanilərlə bağlı da bunun qərarları olmuşdur Rusların. Nə idi o qərarlar? Əhalinin üzərində ruhanilərin böyük təsiri var idi. Və deyək ki, bu ruhanilər 1829-cu ildə Şeyxülislam və Müfti vəzifələrinə bölünür. Nə vaxt bölünür? 1829-da. Şeyxülislam və Müfti. Şeyxülislam şiələri idarə edirdi. Müfti isə sünniləri idarə etmək üçün, onlara nəzarət etmək üçün yaradılmış bir vəzifədir. Sonra biz baxacağıq ki, 1836-cı ildə Xaçın Məlikliyi ərazisində yerləşən Alban katolikosluğu var idi Qarabağ ərazisində. Bu ləğv olunur və Alban katolikosluğunun ləğv olunması da mənfi bir addım idi. Niyə? Çünki Alban kilsəsi, həmçinin Alban tarixinə aid qiymətli mənbələr Rusiyaya aparılmışdı bu dövrdə. Bu da təbii ki, Alban etnosunun varlığına böyük zərbə olmuş. Sonra biz baxacağıq bu dövründəki kənd həyatına. Kənd həyatına baxsaq görərik ki, müharibədən əvvəl qaçqın düşən əhalinin geri qaytarılmasıdır. Sonra bu çarizmin burada apardığı köçürmə siyasətidir. Bir də təbii artımın hesabına Şimali Azərbaycanda əhalinin sayı artmışdır. Təxminən 1 milyona qədər gəlib çatmışdır. Və əhalinin çox hissəsi kəndlərdə yaşayırdılar. Ona görə də ölkə iqtisadiyyatının əsas hissəsini nə təşkil edirdi? Kənd təsərrüfatı təşkil edirdi. Sonra Rus işğalından sonra əhalinin aşağı zümrəsinin tərkibində də ciddi dəyişikliklər baş verir. Və burada kəndlilər, sənətkarlar, tacirlərdən ibarət zümrə yenə də əvvəlki qaydada qalmaqdaydı. İşğalın nəticəsi olaraq kəndlilər 2 dənə böyük təbəqəyə bölünür. Hansı təbəqəyə bunlar? Dövlət kəndliləri, bir də sahibkar kəndliləri. Baxın, bu dövlət kəndliləri, məsələn, hakim zümrədən müsadirə olunan torpaqlar ki var, o torpaqlar olan əllərindən alınıb dövlətin hesabına keçirirlər. Bax, orada çalışan kəndlilər dövlət kəndliləri adlanır. Bir də var,
bey və ağaların ixtiyarında olan torpaqlar, orada da çalışan kəndlilər, sahibkar kəndlilər adlanır. Aydın oldu bu sahibkar və dövlət kəndləri necə yarandı? Və hər ikisi, həm dövlət kəndləri, həm sahibkar kəndləri rəiyyət, rəncbər elatlara bölünürdülər, hər ikisi. Bir də dövlət kəndləri sadəcə dövlətə vergi verirlər. Sahibkar kəndləri həm dövlətə vergi verirlər, həm də sahibkarın özünə vergi verirlər. Ondan sonra biz baxacağıq nəyə? Burada kənd əhalisinin əsas məşğuliyyəti nə olacaq sizcə? Əkinçilik və maldarlıq olacaq da, düz deyilmi? Əkinçilik və maldarlıq. Əhali torpağı əkir, becərir, xışla, köpanla və s. Əsasən də Azərbaycanın bütün əyalətlərində bu əkinçilik var idi. Qarabağda, Şirvanda, buğda, arpa, Lənkəranda çəltik daha çox istehsal olunurdu. Ondan sonra biz baxacağıq burada köçürmə siyasətinin yaratdığı mənfi hallar. Biz bilirik ki, buraya əhalini, erməniləri və ya da rusları köçürən zaman bizim ən bir torpaqlarımızda onları məskunlaşdırırlar. Əsasən də elatların yaylaq maldarlığı olduğu otlaq sahələrində və bu da təbii ki, o elatlar üçün mənfi nəticədir. Bir də bir növ ruslar bunu düşünülmüş şəkildə edirdilər və hətta bu köçəri maldarlıqla məşğul olanları necə adlandırırlar? Mədəniyyətdən uzaq adlandırırlar. Yəni, belə deyək, onları mədəniyyətdən uzaq qalırlar da, yəni bu mənada adlandırırlar. Sonra Çar hökuməti kənd təsərrüfatındakı əmtəə istehsalının artmasını nəzərə alaraq natural vergini burada pul vergisi ilə əvəz eləmişdir. Bu da 1852-ci ilə düşür, burada illi vergidir. Natural vergi pul vergisi ilə əvəz edilir. Sonra xam ipəyə olan tələbatını Rus sənayesi ödəmək üçün, ucuz xam mal əldə eləmək üçün, deyək ki, buradan ipəkçiliyin inkişafına çalışırdı və ona görə də bu dövrdə ilk manufakturalar, manufaktura nədir? Əl əməyinə əsaslanan sahələr meydana gəlməyə başladı. İlk manufaktura 1827-ci ildə Şəkidə meydana gəlmişdir. Xanabad manufakturası adlanırdı, Xanabad manufakturası. Daha sonra 1836-cı ildə Şəkidə Qafqazda əkinçiliyi, ticarəti yayən cəmiyyət yarandı. Daha doğrusu ipəkçiliyi və ticarət sənayesini yayən cəmiyyət 1836-cı ildə Şəkidə yaranmışdır. Cənubi Qafqazda ipəkçiliyi və ticarət sənayesini yayən cəmiyyət. Həmin bu Xanabad manufakturası da onun tərkibinə qatılmışdır. Burada muzlu əməkdən də istifadə olunurdu. Sonra biz baxacağıq nəyə? Buradakı torpaq mülkiyyət formalarına. Məsələn, torpaq mülkiyyət formalarına baxsaq, bu dövrdə var idi tiyul. Tiyul bilirsiniz də, çarizmə sədaqətlə xidmət edən şəxslərə verilən torpaq idi. Sədaqətlə xidmət edən şəxslərə verilirdi. Vəqif var idi. Ta hansı dövrdən yaranmışdı vəqif? Ərəblərin dövründə. Aid savı. Vəqif məscidlərə, kilsələrə aid olan torpaqlar idi. Sonra var idi mülk və mülkü xalisə. Bu da yerli bəy və ağaların irsi torpaqları sayılır. Yerli bəy və ağaların. Gəlirik vergilərə. Bu dövrdə aparıcı vergilər malcəhət və bəhri olmuşdur. Bunlarda ta bilirsiniz də, yəni Ağboyun, Qaraqoyun, Ağboyun dövründə malcəhət məhsul vergisi idi, bəhri isə sudan istifadəyə görə alınan vergi idi. Bu da belə yenə də eyni olaraq qalır da, yəni 18-ci əsrdə tətbiq edilən vergilər də saxlanmışdı xanlıqlar dövründə. Hətta artırılmışdı da onların miqdarı. Sonra biz burada baxacağıq nəyə? Şəhər həyatına baxacağıq. Məsələn, şəhər həyatında burada belə deyim də, bildiyimiz şəhərlər Bakıdır, Şəkidir, Şamaxıdır, Şirvan, Lənkəran, Dərbənd, Şuşa, İrəvan, Naxçıvan və s. Gəncə. Hər birindən inkişaf edirdi. İnkişaf xüsusiyyətlərinə görə fərqləndirdilər. Şəhərlərin bir çoxunda əhalinin sayı 10.000-dən çox idi. İçərisində də sənətkarlarla tacirlər xüsusilə fərqlənirdilər. Təbii ki, şəhər əhalisi sənətkarlıqla, ticarətlə məşğuldur. Kənd əhalisi də əkinçiliyi, maldarlıqla məşğuldur. Ondan sonra burada belə deyim də, ağır vergilər qoyulurdu. Ağır vergilər də onların həyatını ağırlaşdırırdı. Və 1821-ci ildə Rusiyanın tətbiq etdiyi güzəştli ticarət tarifi var idi. Güzəştli ticarət tarifinə görə Avropadan gətirilən malların 50%-dən gömrüklüsü malıdır, 50%-dən. Və bu da burada ticarətin inkişafına səbəb olmuşdur. Amma sonra Ruslar baxır ki, Rusiyanın mallarına olan tələbat azalır. Çünki Avropanın daha keyfiyyətli mallarına tələbat artmışdır.
1831-ci ildə yeni ticarət tarifi, yəni yasaqlı tarif qanunu verirlər və həmin bu verilən tarifə görə Avropa malları üçüncü bir ölkəyə aparıla bilməzdi. Və bu da nə vaxt oldu? 1831-ci ildə. Və bundan sonra Mərkəzi Rusiyadan gətirilən pambıq parça məmulatlarının miqdarı yavaş-yavaş artmağa başladı. Çünki yenidən yüksək gömrük haqqı qoymuşdular. Sonra biz burada baxacaq nəyə? 1836-cı ildə daxili gömrük rüsumu da ləğv olunmuşdu, rəhdar. Daxili gömrük rüsumuydu, yəni gömrükdə alınan vergi idi, belə deyək. Və bunun ləğv edilməsi nəticəsində ticarətin inkişafına müsbət təsir göstərmişdir. Bu da testin bir sualıdır, yadınızda saxlayın. Bundan sonra baxacaq nəyə biz? Demək, davam edirik. Bu dövrdə 1839-43-cü illərdə pul islahatı keçirildi. Çünki burada müxtəlif xanlıqlar dövründən qalmış müxtəlif vahid çəki ölçü pul sistemləri vardı. Hər xanlığın özünə məxsus. Ancaq 39-43-cü illərdə artıq vahid çəki ölçü pul vahidləri də tətbiq olunmağa başladı. Bu da təbii ki, yəni vahid daxili bazarın formalaşmasına xidmət göstərirdi. Sonra gəlirik nəyə? Neft və digər sahələrə baxacağız. İqtisadiyyatdan neft və digər sahələr. Bilirsiniz ki, burada Azərbaycan neft istehsalı ilə, yəni nefti ilə zəngin bir ölkədir. Əvvəllər Bakı xanlığına məxsus olan bütün neft quyuları müsadirə olunur, xəzinə torpaqlarına qatılır və iltizama verilirdi. Elə xanlıqlar dövründə də var idi bu iltizam. Elə Çar Rusiyası işğal edəndən sonra da oldu bu iltizam sistemi. Şimali Azərbaycanda bununla yanaşı, belə deyim də, balıqçılıqla duz istehsalı da iltizama verilirdi. Yəni neftdir, balıqdır, duz və təqələrdir. Bunlar, daha doğrusu balıq və təqələri, duz verilirdi mədənləri, iltizama. Balıq və təqələri də əksəriyyəti, deyək ki, Salyan Xəzinə Qəyyumluğa adlı şirkət yaradılmışdı, ora məxsus idi. Və vətəqə də o çayda, göldə, nə bilim, dənizdə balıqların ovlanması üçün yerləşən xüsusi məntəqələr var idi. Onlar vətəqə adlanır. Sonra biz baxacaq burada nəyə? Duz. Abşeronda göllərdən narın duz yığılırdı. Bir də daş duz var idi. O da Naxçıvanda. Yəni, harada? Burada qayalardan, qayalıq ərazilərdən toplanırdı. Ondan sonra gəlirik nəyə? Bir de iltizama verilməyə, keçən dərsdə demişdim, yəni burada bir işin yerinə yetirilməsini lazım bilmə, öhdəsinə götürmədə, belə deyək, hər hansısa bir şəxs, tutaq ki, neft sahəsini alır, müəyyən bir müddətə, tutaq ki, 1 illiyinə, 2 illiyinə, onu istədiyi qədər talan eləyir, yəni ora can yandırmadan istifadə edir, mənimsəyir oranın sərvətini, sonra qoyur, sonra başqa bir sıfır. Bu iltizama verilməkdir. Neft torpaqlarda 1872-yə qədər iltizama verilir, 72-də artıq hərrac yolu ilə satışa çıxarılır. Gəlirik burada nəyə? Xalq hərəkatına. Xalq hərəkatı, yəni burada baş verən üsyanlara. 19-cu əsrin 30-cu illərində burada baş verən bir sıra səbəblərdən üsyanlar olacaq. İndi baxırıq o səbəblərə, görək o səbəblər hansılardır? Baxın, ilk öncə komendant idarə üsulu. Bu komendant idarə üsulundakı məmurların özbaşınalığı, vergi və mükəlləfiyyətlərin artırılması, iltizam sisteminin mövcudluğu, hakim təbəqənin hüquqlarının məhdudlaşdırılması, köçürmə siyasəti, milli, dini, zülm, bunlar hamısı nəyə gətirib çıxardı? Burada üsyanlara gətirib çıxardı ki, üsyanlar baş verir. Bu üsyanlar əhalinin bütün təbəqələri iştirak edirdi. Hətta hakim zümrənin nümayəndələri bu üsyana başçılıq edirdilər. Və təbii ki, bu çarizmin müstəmləkə zülmü ilə Azərbaycan xalqının barışmazlığını göstərirdi. Ona qarşı çıxdığını göstərirdi. Və burada baxacaq nəyə? İlk öncə baxırıq Carbalakən üsyanına. Burada ümumiyyətlə Şimali Qafqazda dağlıq xalqlarının Rusiyanın müstəmləkə zülmünə qarşı mübarizəsi də var idi. Həmin o mübarizədə Azərbaycandakı üsyanların başlamasına təkan vermişdi, təsir göstərmişdi. İlk öncə biz baxacaq Carbalakən üsyanına. Carbalakən üsyanı, onu deyim ki, bu 1803-cü ildə Anqlı öhdəliyi imzalanmışdı Carbalakəndə. Həmin Anqlı öhdəliyə görə Carda daxili müstəqillik saxlanılmışdı.
və carlığa Çar Rusiyasında ipəklə xərac verməlidir. Və bunların bu vergiləri yığılıb qalmışdı. Təbii ki, burada daxili müstəqilliyin olması da Rusiyanın mənafeyinə uyğun deyildi. Ona görə də 1830-cu ildə Qafqazın baş hakimi bütün borcların verilməsini tələb edir carlılardan. Daxili müstəqilliyi ləğv eləmək üçün də bura qoşun göndərir. Və həmin bu qoşun, belə deyim də, Çar hökuməti bir də o Car Balakənin dağlılar hərəkatının təsiri altında olduğundan da narazı idilər. Ona görə də daxili müstəqilliyini ləğv edirlər və burada müvəqqəti idarə yaradılır. Bu da təbii ki, narazılığa səbəb olur və Rusiya əleyhinə burada 1831-ci ildə üsyan başlayır. Və həmin bu üsyana bu dağlılardan, dağlı dəstələrdən gələn Şeyx Şaban və Həmzət bəyin qapçılığı ilə üsyançılara həmin o dağlı dəstələr köməyə gəlmişdir. Yəni, Car Balakən üsyanının başçıları desə Şeyx Şaban və Həmzət bəyi götürə bilər. Amma bu mübarizəyə baxmayaraq, təbii ki, üsyan məğlubiyyətlə nəticələnmişdir. Məğlubiyyətlə nəticələnməsinin sonunda deyəcək. Sonra biz baxacaq 1831-ci ildə baş verir Lənkəran üsyanı. Lənkəran xanlığı ləğv olunandan sonra 1826-cı ildə Mir Həsən xan, Lənkəran xanı Mir Həsən xan getmişdi Qacarlara. Sonra burada üsyan qalxanda onun başçı kimi dəvət eləmişdir və o gələrək Lənkəran üsyanına başçılıq eləmişdir. Lakin digər qonşu bölgələrdən də, Azərbaycan digər bölgələrindən də Rus qoşunları üsyançılara qarşı göndərdi və həmin üsyan yatırılır. Mir Həsən xan da yenidən Cənubi Azərbaycana qayıtmışdır. Sonra biz burada baxacağıq ki, komendant idarə sisteminin ən ağır forması Qubada olmuşdur. Əsasən də Varşavadakı müsəlman alayına atlı toplanması Quba əhalisinin narazılığına səbəb olmuşdur. 1837-38-ci illərdə burada üsyan qalxacaqdır. Ümumiyyətlə, deyək ki, Quba üsyanı həm hərəkət genişliyinə görə, iştirakçılarının sayına görə ən geniş üsyan idi. Və bunların özlərinin tələbləri də olmuşdu. Yəni, komendantın və onun el altılarının işdən çıxarılması, atlı toplamasının dayanması və s. Bir də hərbi şura da yaradılmışdı üsyanın gedişində. Üsyana da başçılıq eləmişdi Hacı Məhəmməd. Bir də dağlığı, deyək ki, müridizm hərəkatının başçısı olan Şeyx Şamil bunlara müraciət eləmişdi, məktub yazmışdı ki, bizim etiqad və adətlərimiz düşmənlərinə qarşı üsyan edin, boş vədlərə, kağızlara inanmayın və susmaq sizin üçün ölüm deməkdir. Lakin, təbii ki, Quba üsyanı da digər üsyanlar kimi məğlubiyyətlə nəticələnir. Çünki Qafqazın baş hakiminin göndərdiyi əlavə qüvvələr də üsyanı yatırmaqda kömək edir. Hacı Məhəmməd və onun digər silahdaşları da dar ağacından asılır, digərləri isə Sibirə sürgün olunmuşdur. Bir də var 1838-ci ildə Şəki üsyanı. Şəki üsyanına da başçılıq edirdi Məşədi Məhəmməd. Şəki üsyanında da digərləri kimi yenə məmurların öz başlanılığı ilə vergilərin artırılması idi. Bu səbəbdən üsyan baş verir, amma üsyan da yatırılır. Ümumilikdə, belə deyim də, üsyanın yatırılması, baxın bu cədvəldə görürsünüz, səbəbləri var idi. 30-cu illərdə baş verən üsyanın səbəbləri silah təchizatı zəif idi üsyançılarda. Yerli xarakter daşıyırdı. Yəni, Qubadan isə sırf Qubanı əhatə edirdi. Digər ərazilərə yayılmıyordu. Qüvvələr nisbətindəki fərq, əlbəttə ki, Çar Rusiyasının silahlı, silah sursatına zəngin olan qoşununa nisbətən üsyançıların, əlbəttə ki, burada qüvvələr nisbətində fərq var idi. Bir də üsyançılara qarşı nizami Rus qoşunu göndərilirdi. Ona görə həmin 30-cu illərdə baş verən üsyanlar yatırıldı. Amma yatırılsa da, baxın, nəticəsiz qalmadı və həmin bu üsyanlarda Rus çarı baxdı ki, artıq buradakı komendant idarə sistemini ləğv etmək lazımdır. Çünki əhali bundan narazıdır. Yəni, üsyanlar yatırılsa da nəticəsiz qalmır və 40-cı ildə komendant idarə sistemi ləğv olunur. Bir də qısaca yenilik üsyanlara baxırıq. 1830-cu ildə Car Balakən üsyanı oldu. Üsyanın rəhbəri Şeyx Şabandı, dağlı dəstələrlə bir yerdə gəlmişdir. 31-də Lənkəran üsyanıdır. Mir Həsən xan başçılıq edirdi Lənkəran xanı. 37-38-də Quba üsyanıdır. Hacı Məhəmməd başçılıq edirdi, edam olundu. 38-də Şəki üsyanıdır. Məşədi Məhəmməd başçılıq edirdi. Məğlub olma səbəbləri qeyri-mütəşəkkil idilər, zəif idilər,
zayıf silahlanmışlar, vahid mərkəzdən idarə olunmurdular, yerli xarakter daşıyırdılar, üsyançılar sayıca az idi, həlledici məqamlarda da ləngimişdilər. Quba üsyanında da vardı, Quba şəhərini ələ keçirməkdə ləngimişdilər. Bu da belə. Aydın oldu? Çətin bir şey yoxdur? Tamam, əla.